Azərbaycan xalqının milli, mənəvi dəyərlərinə sadiq olacağıma, onları ümumi bəşəri dəyərlərlə zənginləşdirəcəyimə və inkişaf etdirəcəyimə and içirəm. Yeganə əf vərzəsi yazmayan şəxs mən idim və əf vərzəsi olmadan mən bu əf siyahısına salındım və Heydər Əliyev tərəfindən əfv olundum. Təbii ki, mən özümü günahkar hesab etmədiyim üçün əfvlə razılaşa bilmərəm. Deməli, 1998-ci il iyun ayının 18-i idi. İmtahandan gəlirdim mən. Təxminən bu istiqamətdə gəlirdim. Buralarda elə Fuadla rastlaşdıq, salamlaşdıq. O yuxarı istiqamətə gedirdi. Mən də o ilə bir-iki kəlmə elə danışa getdim. Böyle bir daha biz gəlmişdik, böyle təxminən buralarda, elə bura olardı. 3 nəfər çıxdı qarşımıza, təsadüfən çıxdı qarşımıza və bizi saxladı. Və bildirdi ki, biz onlarla getməliyik. Elə bu taksinin də yerində bir maşın dayanmışdı, xarici markalı maşın idi bilmədim. Bizə təkid edir ki, maşına minib getməliyik. Və bizə təzyiq göstərərək zorakılıqla yanımızda dayanmış maşına əyləşməyə vadar etdilər. Biz onlardan kimliyini xəbər aldıqda onlar bizə bildirdilər ki, bu barədə məlumat verə bilməzlər. Yalnız yolda, yəni artıq biz aparılarkən maşında onlar öz polis vəsiqələrini bizə təqdim etdilər. Biz haraya aparıldığımızı öyrənmək istəsək də bir şey öyrənə bilmədik və biz nəhayət mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinə gətirildik. Həbs olmamışdan bir gün qabaq atam Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə aparılıbdı və orada bir gün saxlanılıbdı, ona hədə-qorxu gəlinibdi və tələb olunubdur ki, ondan mənim yerimi desin. Atam bildirib ki, Fuad Bakıda yaşayır, mən onun dəqiq ünvanını bilmirəm. Onlar bildiriblər ki, ona, sən bilirsənmi Fuad hansı işlərlə məşğuldur və buna görə sizin bütün, həm də ailənizin taleyi təhlükə qarşısındadır. Həmin gün səhərsi çıxdım Bakıya, Fuadın dalınca. Getdim yataqxanada onun otaq yoldaşları ilə görüşdüm. Dedilər ki, Fuadı həbs eləyiblər. Bəs kim həbs eləyib? Hansı polis idarəsinə getdim? Dedi, xəbərimiz yox. Sonra öyrəndim ki, Fuadı həbs eləyən mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsidir. Dəfələrlə müraciət eləsəm də məndən Fuada görüş vermədilər. Mən də heç ara o şikayət də eləyə bilmədim. Mənə elə bir təzyiqlər olmadı, ancaq ara sıra eşitdirirlər ki, sən qəzetdə və yaxud da ki, televiziyada çıx, oğlunun günahını etiraf elə. Ki, bu kimsə öyrətməsinə baxıb, kimsə buna təsir eləyib. Əvvəla Fuadın yazdıqları elə bu gündəlik həyatımızda baş verən dəyişikliklər var bunun yazılarında. Ancaq burada elə bir qeyri-adilik yoxdur. Fuad yazdığını elə bilirəm ki, Azərbaycan vətəndaşının hər biri elə bilir o yazdıqları. Hamı bilir ki, bəli, bu ölkədə artıq bu rejimdən cana doymuşlar çoxdur və bu rejimin o məmur tərəfinə xidmət elədiyi məlumdur. Da burada elə bir qeyri-adilik yoxdur. Elə bu hamı bildiyin mənim oğlum sadəcə olaraq qələmə almışdı. O da heç arada dərc olunmamışdı. Mən həbs olunduqdan təqribən 5 gün sonra artıq mənə vəkil tutmaq imkanı verildi
Və mən çox cəhd göstərsəm də bu müddətdə vəkil tutulmasına nail ola bilmədim. Fuadın həbsinin ilk gündən onun müdafiəsini həyata keçirmişəm və istintaqın ilk günündən bir vəkil kimi müəyyən çətinliklərlə rastlaşdım. Nə ki, Fuadın hüquqları, hətta mənim də bir vəkil kimi hüquqlarım pozulmaq üzrə idi. Bu nədən ibarət idi? Ondan ibarət idi ki, qanunvericiliyə zidd olaraq Fuadı ilk gündən vəkillərdən məhrum etmişlər, müdafiədən məhrum edilmişdi və mənim Fuadla görüşməyimə ilk gündən məhdudiyyət yaranmışdı. Əgər iqtidar istəyirsə belə hərəkətləri hansısa bir hüquqi don geydirərək onu həbs edib ya cəzalandırmaq istəyirsə, əsl vaxtı idi ki, o Stalinski 58-10 maddəsi, antisovetska agitasiya və propaganda maddəsi. Düz o maddə indi götürülüb bütün zinad məcəsə. Ancaq əsl həmin hərəkətlərin, necə deyirlər, tənzimlərin maddə elə bu həmin maddə idi. Axşamüstü idarənin rəisi ilə görüşdüm. Onun yanına çıxartdılar məni. Sevindi Səfərov cənablarının. O mənə bildirdi ki, artıq mən həbs olunmuşam və mən müxalifətin miting taktikası adlı məqalə hazırlamaqla bir növ çevriliş planı hazırlamışam. Hakimiyyətin qanunsuz yolla devrilmə, güya ki, belə bir səpkili plan hazırlamışam. Buna görə də həbs olunmuşam və bugündən artıq istintaq başlayır. Polis orqanları baş vermiş hadisəni araşdıracaqlar. O məndən bir də öyrənməyə çalışdı ki, doğrudan da məqalədə mən özüm hazırlamışam və məqalədə nələri mən nə demək istəmişəm, məqsədim nə olub məqaləni hazırlayarkən. Mən bir də ona məlumat verdim ki, məqalənin hazırlanmasında heç bir xüsusi məqsəd olmayıb. Bu sadəcə olaraq adi bir qəzet məqaləsi idi. Məqalədə prezident seçkiləri ərəfəsində ölkədə baş verə biləcək hadisələr proqnozlaşdırılırdı. Hadisələrin mümkün istiqamətləri müxtəlif variantlar üzrə təhlil olunurdu. Saxlanıldığım müddətdə istintaqın gedişində mənə çox ciddi psixoloji təzyiqlər göstərilirdi. Belə ki, hətta istintaq demək olar ki, 3 gün mən yuxusuz qalmağa məcbur oldum. Əsasən istintaq gecələr gedirdi və mənim yanıma müxtəlif deyək ki, cəza verilmiş, işgəncə verilmiş adamlar salınırdı. Bunlardan bəzilərinin dırnağı çəkilmişdi, bəzilərinin ayaqlarına o qədər vurulmuş ki, adamlar hətta sərbəst addım ata bilmirdilər. Bədəninə tok ötürülmüş adamlar salınmışdı və bütün bunlardan sanki mənə belə bir psixoloji təsir göstərməyə çalışırdılar ki, əgər biz dediyimizlə razılaşmasaq, bax, səni də belə bir aqibət gözləyir. Sonra da məhkəmə prosesi başlandı. Bu gülünc bir mənsəkə idi. Mən bunu məhkəmə adlandırmazdım. Bu əslində bu hakimiyyətin, belə deyək də, iç yüzünü göstərən, onun mahiyyətini göstərən bir tragikomediya idi. Mənim özüm də doğrudan da dəhşətə gəlirdim ki, nə baş verir, hələ baş verənlər mənə tam aydın deyildi. Mən öz düşüncələrimi ortaya qoymuşdum. Bu düşüncələr kimsəyə təqdim olunmamışdı və təqdim olunsaydı da belə bunu cinayət hesab etmək olmazdı. Çünki cinayət yalnız hüquq pozuntusuna səbəb olmuş əmələ görə yaranır. Bu mənim düşüncəm idi. Mən düşünmüşdüm ki, prezident seçkisi ərəfəsində nələr baş verə bilər, necə baş verə bilər. Və buna görə məni ittiham etmək əslində absurd olan bir şey idi. Və çox təəssüf ki, mən məhkəmədən əslində bəraət hökmü gözləyirdim. Gözləyirdim ki, məhkəmə sübut edəcək ki, doğrudan da bütün bunların hamısı cəfəngiyatdır. Ancaq çox təəssüf ki, yəni gözlədiyimin əksinə olaraq məhkəmə də mənə qarşı istintaq orqanları tərəfindən sürülmüş bu saxta, qandarma ittihama bir hüquqi don geyindirməyə çalışırdı. Və təbii ki, mənim azadlığım əlimdən alınmışdı, mənə qarşı haqsızlıq olmuşdu. Bütün bunlar mənə ağrıdırdı və mən hesab edirdim ki, artıq mənim haqqımı əlimdən alıblar. Mənə qarşı edilən bu zülmün, bu ədalətsizliyin mən bir növ əvəzində çıxa bilmirəmsə, bu mənə çox ağrıdırdı. Ancaq bu zaman artıq mən məlumat almağa başladım ki, bayırda çox güclü müdafiə kampaniyası başlayıbdır. Mənə qarşı edilmiş bu hərəkətə cəmiyyət laqeyd deyil. İnsanlar, həqiqəti sevən insanlar, demokratiyaya can atan insanlar, ictimaiyyət öz qiymətini verir, öz münasibətini bildirir. Müdafiə kampaniyası davam etdiyi zaman Amerika Birləşmiş Ştatları Departamentinin mənimlə bağlı verdiyi bəyanat mənə çox böyük təsir göstərdi. Doğrudan da mən o kampaniyanın bu şəkildə davam edəcəyini gözləmirdim. Amerika kimi bir dövlətin Azərbaycanda söz azadlığına, mətbuata bu şəkildə həssas yanaşacağını gözləmirdim və bu təbii ki, məndən ötürü çox böyük bir hadisə demək idi. Bugün 27'den artıq
beynəlxalq jurnalist təşkilatları onun müdafiəsinə qoşulmuşlar. Azərbaycan jurnalist təşkilatlarının fəal köməkliyi ilə. Bugün Azərbaycanda yeganə olaraq o demokratik mübarizənin əsas formasından biri söz və mətbuat azadlığının heç olmasa nisbətən olaraq fəaliyyət göstərməsi idi ki, buna da qarşı indiki iqtidar amansız olaraq mübarizə aparır. Çünki bu iqtidarın söykənəcəyi bir yeri yoxdur. Bu iqtidar bütün sosial dayaqlarını itirmişdir. Bu iqtidar əgər vaxtı ilə insanların ancaq hərəkətlərinə görə onları həbsxanalara atırdısa, artıq indi sözə görə onları həbsxanalara atmağa başlayır. Mən artıq hesab edirdim ki, yəni hakimiyyət orqanları məni uzun müddət həbsdə saxlaya bilməyəcəklər, çünki beynəlxalq ictimaiyyətin təzyiqi həddən artıq güclü idi. Və bu ərəfədə mənə müraciət olundu ki, mən prezidentin adına əfv ərizəsi yazım və mən təbii ki, bu ərizəni yazmaqdan imtina etdim. Səbəb kimi onda məndən izahat yazmaq tələb olundu və mən həbsxana rəhbərliyi adına belə bir izahat yazdım ki, mən heç bir cinayət törətməmişəm, yəni özümü günahkar saymıram. Bu baxımdan da əfv olunmağımı diləmirəm. Yəni mənim o vaxt əfv olunmaq xahişi ilə müraciət edə bilərəm ki, törətdiyim əməldə özümü günahkar sayım və bundan peşmançılıq hissi keçirəm. Və mən əfv ərizəsindən imtina etdikdən sonra mənə çoxlu təzyiqlər oldu ki, və çalışırlar ki, məni müxtəlif formalarda mənə təsir göstərib bunu almağa nail olsunlar. Və hər dəfə də cəhdləri boşa çıxırdı. 91 nəfər əfv olunan şəxslərin içərisində yeganə əfv ərizəsi yazmayan şəxs mən idim və əfv ərizəsi olmadan mən bu əfv siyahısına salındım və Heydər Əliyev tərəfindən əfv olundum. Təbii ki, mən özümü günahkar hesab etmədiyim üçün əfvlə razılaşa bilmərəm. Düzdür, mənə azadlıq verilib. Bu azadlıq mən bu azadlığı öz haqqım hesab edirəm. Hesab etmirəm ki, bunu kimsə mənə peşkəş edib, kiminsə mənə yaxşılığıdır. Sadəcə olaraq bu günə qədər mənə aydın deyil ki, mən nəyə görə həbs olunmuşdum, nəyə görə buraxılmışam. Və hesab edirəm ki, bu gün də olmasa da gələcəkdə mən pozulmuş hüquqlarımı bərpa edəcəyim, bəraət hökmü alacağam. Bu gün bu mənə düzdür, bu azadlıq əfv şəklində verilib, ancaq hər halda yəni mən hesab edirəm ki, itirilmiş azadlığıma qovuşmuşam